Mülcəm, lənətullah, hansı mənəvi problemi, nöqsanı o günə saldı? İmam əleyhissalama bu qədər yaxın idi, ibadətləri heç biri onun əlindən tutmadı və bədbəxt oldu. Çox sağ olun. Baxın, cəhalət deyirlər, nadanlıq, bəsirətsizlik, maarifdən uzaq düşmək, ibadəti var idi, gecə namazı da qılırdı, Quran da oxuyurdu, amma əqidəsi xarab idi. Vay o gündən ki, insan əqidəsi xarab olar. O qıldığı ibadət də o tikanın dibinə su tökmək olar. Tikanı bəsləmək olar. O tikan böyüyər, ziyan verər, xeyir verməz ki. İnsan gəlir, ona görə otursun, etiqadi mövzularda araşdırsın, oxusun, bilsin. Yəni, soruşursunuz, nədəndir? Ümumiyyətlə, bir alimin araşdırması var idi. Siffeyn, Nəhrəvan, Cəməl müharibəsini araşdırma edirdi. Əmirül-Möminindən 3 dənə müharibə oldu da, xilafətə çatandan sonra. Birinci Cəməl müharibəsidir. Sonra da arxasıca nə oldu? Siffeyn, sonra Nəhrəvan. Cəməl dünyapərəstliyin simvolizə edirdi. Çünki orada bəziləri var idi ki, şöhrətə görə, dünyanın puluna görə, varına görə gəldən neynədilər? Əmirül-Mömin özböz durdular. Onun bir sabiqəsi var idi. Onları gətirdi, belə bir vəziyyətə çatdırdılar ki, gətirdilər Əmirül-Möminə yanbayan qoydular. Sən Əmirül-Möminin səhabələrini onu rəqib eləyirdilər. Vəziyyət bu idi. Onlar dedi ki, Əli ilə mənim nə fərqim var ki? Təlhə ilə Zubeyrin tarixlərinə baxın və sair o Cəməl müharibəsində hadisə ürək açan deyil heç. Dünyapərəstliyi simvolizə edir. Siffeyn amma hiləgərlik, münafiqlik, nifaq. Nəhrəvanda cəhalət. Cəhalət. Nadan insanlar həmişə münafiq insanların əlində bir dənə istifadə olunublar. Nadan insanlar həmişə ibadətləri ilə birgə münafiqlərin, hiləgərlərin hiləsinin qurbanı olublar. Çünki Nəhrəvanın yaranmasının səbəblərindən biri Muaviyyə və Əmras idi. Əmras və Muaviyyə, Siffeyn, münafiqlər, hiləgərlər bunları neynədilər? Heç onların özlərin ruhu incimədən onları yaratdılar. Və onlar yarandı, bir müddət sonra gəldi, neynədi? Əmirül-Möminini vurmağa istədi ki, Əmirül-Möminini vurdu da, Əmirül-Mömin şəhadət yetişdi. Onlar 3 nəfər idilər, biri də getdi Muaviyyəni vursun. Tarixə baxın, biri gəldi Əmirül-Möminini vursun, biri getdi Muaviyyəni 3 nəfəri vurmaq üçün. O cəhalət idi, nadanlıq idi. Allah əlimizdən tutsun ki, nadanlıqdan əl-həzər, Allah uzaq saxlasın.